Avropa Siyasi Birliyinin 8-ci samiti Yerevanda keçirilib və burada Gürcüstan nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinə baş nazir İrakli Qobaxidze rəhbərlik edib. Samitdə Gürcüstan Orta Dəhliz layihəsində öz mühüm tranzit rolunu bir daha vurğulayıb. Tədbir çərçivəsində Qobaxidze ilə Ukrayna prezidenti Zelenski arasında görüş də baş tutub və bu son illərdə ilk üz-üzə danışıqları olub. Zelenski bu görüşü müsbət qiymətləndirib və bildirib ki, Ukrayna Gürcüstanla münasibətləri bərpa etməyə çalışır. Xatırladılıb ki, iki ölkə arasında münasibətlər son dövrlərdə gərgin olub və Ukrayna 2024-cü ildə Gürcüstanın bəzi rəsmilərinə sanksiya tətbiq edib. Mətbuat azadlığı günü münasibətilə Media Azadlığı Koalisiyasının həmsədr dövlətləri Böyük Britaniya və Finlandiya birgə bəyanat yayıb. Bəyanatı koalisiyanın 14 üzv dövlətləri dəstəkləyir. Sənəddə Gürcüstanda media azadlığı ilə bağlı narahat edici tendensiyaların olduğu qeyd olunur. Həmçinin bildirilir ki, Mziya Mağlobelinin işi vəziyyətin nə qədər ciddi olduğunu açıq göstərir. Bəyanata görə onun saxlanılması və həbsi 2025-ci il etirazlarından sonra beynəlxalq səviyyədə ədalətsiz və siyasi motivli kimi qiymətləndirilib. Sözü gedən ölkələr onun azadlığa buraxılmasını tələb edirlər. Böyük Britaniya və Finlandiyanın birgə bəyanatına Gürcüstan parlamentinin sədri sosial şəbəkədə münasibət bildirib. Bəyanat Britaniya səfirliyinin səhifəsində yayımlanıb. Şalva Papuaşvili qeyd edib ki, bu cür saxta pafosla dolu bəyanatı oxuyarkən həmin səfirliyin güya 2 aydır iki aparıcı Gürcü mediasını məhv etməyə çalışdığını nəzərə alaraq bunu timsah gözyaşları kimi qiymətləndirir. Avropa Parlamentində Gürcüstanla bağlı 2025-ci il hesabat müzakirə olunur. Bəzi deputatlar İMEDİ, Post TV və Rustaviori telekanallarına sanksiya tətbiqini təklif edirlər. Onları dezinformasiya yaymaqda ittiham edərək. Müxalifət bunu hakimiyyətlə əlaqələndirir. Hakim tərəfi isə tənqidləri gözlənilən sayır. Parlamentin müvəqqəti komissiyası qiymətlərlə bağlı yekun hesabat hazırlayıb. Hesabatda müxtəlif tövsiyələr yer alır. Bəzi biznes şirkətləri endirimli ailə səbəti təşəbbüsünə başlamağı planlaşdırır. Müxalifət isə qiymətlərin hələ də artdığını bildirir. Düşən əzələ distrofiyası xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri hökumət administrasiyası qarşısında etiraz aksiyalarını davam etdirirlər. Onlar yeni dərmanların ölkəyə gətirilməsi, dövlət proqramı ilə maliyyələşdirilməsi və müvafiq tibbi araşdırmaların aparılmasını tələb edirlər. Bu xəstəlik genetikdir və əzəllərin zəifləməsi ilə xarakterizə olunur. Ölkədə bu diaqnozla təxminən 80 nəfər yaşayır. ABŞ və İran arasında atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq İran Birləşmiş Ərəb Əmirlikləri istiqamətində dronlar buraxıb. Nəticədə Füceriya limanında güclü yanğın baş verib, 3 nəfər yaralanıb. Bu liman ölkənin ən böyük neft terminallarından biridir. Əmirliklərin Xarici İşlər Nazirliyi hücumu pisləyib və dərhal dayandırılmasını tələb edib. Bildirilib ki, bu cür hücumlar ölkənin təhlükəsizliyinə ciddi təhdiddir və rəsmi Əbu Dabi cavab vermək hüququnu özündə saxlayır. ABŞ prezidenti Donald Trump bildirib ki, əgər İran ABŞ gəmilərinə hücum etsə, onlar yer üzündən silinəcək. Ağ Evdə keçirilən tədbirdə o qeyd edib ki, İranın dəniz qüvvələri ciddi itkilər verib. Onun sözlərinə görə bəzi gəmiləri saxlamaq mümkün olsa da, hərbçilər onları məhv etməyə üstün tutublar. Trump əlavə edib ki, İranla münaqişə başa çatdıqdan sonra benzin qiymətləri sürətlə azalacaq. Ukrayna prezidenti isə 6 may tarixindən etibarən atəşkəs elan edib. Zelenski sosial şəbəkədə yazıb ki, Rusiya tərəfindən yayılan bəyanatlara baxmayaraq rəsmi şəkildə döyüşlərin dayandırılması ilə bağlı müraciət daxil olmayıb. O vurğulayıb ki, insan həyatı istənilən bayramdan daha dəyərlidir və buna görə də 5-dən 6 may gecəsi saat 00-dan etibarən atəşkəs rejimi tətbiq olunur.